Üçüncü fəsil. Onlar Mercedesdən düşərək şirkətin binasına tərəf getdilər. Mühafizəçilər onları əhatəyə aldı. Qəbul otağında artıq onları gözləyirdilər. Daim gözəl geyinən, baxımlı, incə zövqlü insan. Eyni zamanda möhkəm, demək olar ki, kişi xarakterli rəhbər, şirkətin baş direktoru Nadejda Anatolievna Popova və qəbul otağına daxil olanlara keçmiş müdiri Yosif Borisovca və indiki rəisi Rinat Şəripova baxıb mehribanlıqla gülümsəyən Tamara. Onlar Nadejda Anatolievna'nın əlini sıxdılar. Qəbul otağının sol tərəfində Popovanın, sağ tərəfində isə Şəripovun kabineti yerləşirdi. Hərçənd Rinat demək olar ki, heç vaxt bu kabinetdə olmurdu. Nadejda Anatolievna Şəripovun üzünə baxdı. Sanki hansı kabinetə keçmək istədiyini soruşurdu. Mənim kabinetimə, Rinat əli ilə işarə etdi. Onlar Şəripovun kabinetinə daxil oldular. Burada hər şey əvvəlki kimi idi. Mebellər, böyük yazı masası, kompüter, dəri kreslolar. Rinat masanın arxasına keçdi. Burada hərdən bir sənət qulluqları da olmalıdır. Rinat tutqun halda fikirləşdi. Yoxsa axmaq bir vəziyyət alınır. Elə bil bura səyahətə gəlirəm. O öz yerində əyləşdi. Popova ilə Plavnik söykəmə masasının arxasında oturdular. Tamara isə uzun iclas masasının arxasında yerini rahatladı. Qadın elə diqqət kəsilmişdi ki, elə bil öz müdirinin hansısa qurultaydakı uzun niskini kağıza köçürməyə hazırlaşırdı. İşlərimiz necə gedir? Rinat baş direktordan soruşdu. Hər şey qaydasındadır. Popova cavab verdi. Bizdə hər şey plan üzrə gedir. Hazırda Kaliningraddakı 12 hektar əraziyə bitişik olan torpaq sahələrini almağa çalışırıq. Belə hesab edirəm ki, əlavə 8 hektar da ala biləcəyik. Nəticədə dənizə çıxışı olan 20 hektardan artıq torpaq sahəmiz olacaq. Həmin alış üçün bizim 700 min dollardan artıq xərcimiz çıxacaq. Qiymətlərin bu ilki kəskin artışına görə xərcimiz də çox çıxır. Biz bu qədər pulu niyə israf edirik? Və oradakı torpağı nə üçün alırıq? Rinat xatırlamağa çalışırdı. Popova Plavnikə tərəf baxdı. O isə çiynini çəkdi. Sanki bu məsələdə günahı olmadığını bildirirdi. Mən sizə bu barədə demişdim, Nadejda Anatolievna Rinatın yadına saldı. Biz həmin torpaqları hələ Vaktank Georgiyeviçin vaxtında almağa hazırlaşırdıq. Bu onun ideyası idi və qeyd etmək lazımdır ki, çox yaxşı ideyadır. Vaktank Georgiyeviç dələduz idi. Rinat qaşqabağını tökdü. Mən o torpaqlar haqqında danışdığımızı xatırlamıram. Həmin vilayətdə o qədər torpaq sahəsi almaq bizim nəyimizə lazımdır? Orada nəsə tikməyə hazırlaşırıq. Xeyr, deyəsən yadınızdan çıxıb. Mən sizə Altay vilayətində və Kaliningradda böyük torpaq sahələri almağa hazırlaşdığımızı demişdim. Ancaq Kaliningradda əvvəldən 12 hektarımız vardı. Biz həmin sahələri Dövlət Dumasının qərarı çıxan kimi almışdıq. Siz fikirləşəcəksiniz ki, mənim yaddaşım kütləşib, Rinat dedi. Amma mən doğrudan da heç nə xatırlaya bilmirəm. Biz oradakı torpaqları nə üçün alırıq? Dövlət Dumasının hansı qərarından danışırsınız? Bəs Altay vilayətində torpaq almaq nəyə lazımdır? Popova yenə Plavnikin üzünə baxdı. Sanki sən bura kimi gətirmisən deyə soruşmaq istəyirdi. Belə bir rəis onların nəyinə lazım idi? Dövlət Dumasının iri sənaye şəhərlərində və paytaxtda qumar oyunları keçirilməsini qadağan edən qərarı. Nadejda Anatolievna xatırlatdı. Hökumət 4 yerdə kazinoların fəaliyyət göstərməsinə icazə verir. Onlardan biri Altay, ikincisi Kaliningrad vilayətlərində yerləşir. Təbii ki, həmin ərazilərdə torpağın qiyməti dərhal artır. Həm də 10, bəzən hətta 100 dəfələrlə artır. Bəziləri artıq bütün boş torpaq sahələrini almağa başlayıb. Bizim hesablamalarımıza görə qiymətlər 14 yaxud 15% artmalıdır. Gəlir üçün tam təminat var. Dayanın, Rinat çaşqın halda Popovanın sözünü kəsdi. Deməli biz torpağı ona görə alırıq ki, sonra həmin sahələrlə alver edək. Alver niyə? Popova bir qədər əsəbi tərzdə soruşdu. İndi bu cür sözləri heç kim işlətmir. Biz sadəcə qiymətinin artacağına əmin olduğumuz torpaq sahələrini satın alırıq. Aydındır. Şəripov mızıldandı.
Yaxşı biznesdir. Mən başa düşə bilmirəm ki, sizi narazı salan nədir? Nadejda Anatolyevna təəccübləndi. Biz sizinlə Kaliningrad vilayətinə investisiya olması barədə danışmışdıq. Hətta torpaq sahələrini satın almağımızı təqdir etmişdiniz. Hə, xatırladım. Biz daha nəyə investisiya qoymağa hazırlaşırıq? Mənim bildiyimə görə biz Xarkovdakı, Ukraynada şəhər, zavodun səhmlərini satmaq istəyirik. Bu məsələdə sizinlə razılaşdırılıb. Nəyə görə satdığımızda xatırladım. Sizin qohumlarınız Stepan və Yuri Gülüşenkolar xahiş etmişdilər ki, Popova təmkinlə ona xatırlatdı. Xarkovdakı zavodun səhmlərinin bir hissəsini onlara verəsiniz. Onlar keçən il sizdən Zaporojye Metrologiya kombinatının səhmlərini almışdılar. Düzdür, Renatın yadına düşdü. Şəripov çox şey xatırlamadığına görə xəcalət çəkirdi. O, ümumiyyətlə, biznesmen kimi heç nəyə yaramırdı. Axı bu cür sövdələşmələri mütləq xatırlamalı idi. Vladimir Gülüşenkonun özü ona zəng vurmuş və təklif etmişdi ki, Xarkovdakı zavodun səhmlərini Kiyevdəki qohumlarına versin. Yuri və Stepan Gülüşenkolar başqalarından fərqli olaraq Vladimir Gülüşenkonun sağ olduğunu bilirdilər. Əldə edəcəkləri pulu Şəripovun hesabına deyil, Vladimir Arkadyeviçin nəzərdə tutduğu bank hesablarına köçürəcəkdilər. Sövdələşmənin məbləği 34 milyon dollar dəyərində hesablanmışdı. Əməoğulları həmin səhmləri əldə etmək üçün lazım olan məbləği banklardan tapacaqlarına söz vermişdilər. Sövdələşməyə dair təklifinizi hazırlayın və bütün zəruri sənədləri tərtib edin, Renat bildirdi. Bu məsələdə bizə çətinliklər ortaya çıxa bilər, deyə Nadejda Anatolyevna onun nəzərinə çatdırdı. İş orasındadır ki, səhmlərin qohumlarınıza Moskvada təhvil verilməsi mümkün deyil. Bir nəfərin Kiyevə gedib bütün sənədləri orada rəsmiləşdirməsi üçün sizin vəkalətnaməniz lazımdır. Nəzərə alın ki, Rusiya notariuslarının Moskvada təsdiq etdiyi sövdələşməni isə Ukrayna daxilində qəbul etməyə də bilərlər. Ukrayna üzərində demək lazımdır. Renat narazı halda qeyd etdi. O, nə vaxtsa jurnalist olduğunu yada salmışdı. Xeyr, deyə Popova sakit tərzdə etiraz etdi. İndi Ukrayna daxilində demək düzdür. Onlar təkid edirlər ki, biz məhz bu cür deyək. Onda elə də deyin, Şəripov əlini yellətdi. Deməli, mən öz təmsilçimin adına vəkalətnamə yazmalıyım. Elədir. Siz qərar almalısınız ki, Xarkov birliyinin səhmləri üzrə sövdələşməni rəsmiləşdirmək üçün Kiyevə kimi göndərmək istəyirsiniz? Siz gedin, Renat təklif etdi. Yosif Borisoviçlə birgə. Mən sizə etibar edirəm. Lazım olan sənədləri hazırlayın. Sabah onlara qol çəkərəm. Yaxşı, Popova razılaşdı. Başqa nə var? Şəripov tutqun halda soruşdu. Artıq cari rüb üçün maliyyə hesabatını hazırlamışıq. Sabah sizə təqdim edəcəyik. Yaxşı, baxın. Ancaq mən sizə yaxşı xəbərlər verməyəcəyim. Hal-hazırda şirkətin neçə adam işləyir? Sizinlə işləyən mühafizə əməkdaşlarının və sürücüləri də nəzərə almaqla 324 nəfər. Popova bildirdi. Nə üçün soruşursunuz? İxtisar etmək lazım gələcək. Renat qətiyyətlə dedi. Ya da ona elə gəldi ki, qətiyyətlə deyib. Mən belə fikirləşirəm ki, əməkdaşlarımızın əksəriyyətini işdən azad etməli olacaq. Popova əvvəlcə Plavnikin üzünə baxdı. Vəkil baxışlarını yayındırdı. Sonra rəisin tələbinin nədən irəli gəldiyini anlamadığına görə çaşıb qalmış Tamaraya nəzər saldı. Mən sizin tələbinizi bir qədər dəqiqləşdirmək istəyirəm. Nadejda Anatolyevnanın səsi titrəsə də soyuqqanlılığını qorumağa çalışırdı. Əksəriyyətini deyəndə nəyi nəzərdə tutursunuz? Neçə nəfəri? Düşünürəm ki, başlanğıc üçün yarısını, Renat insafsızcasına bildirdi. Sonra daha 20 yaxud 30%-nə. Elə etmək lazımdır ki, 50 nəfərdən çox işçi qalmasın. Tamara yerində qurcalandı və hamı dönüb ona tərəf baxdı. Nadejda Anatolyevna güclə özünü toplayaraq bu xəbərə bir təhər davam gətirə bildi. Məni bağışlayın.
Renat Rafilyeviç. O dili dolaşa dedi. Ümid edirəm ki, dediklərinizin mahiyyətini anlayırsınız. Bizim çox illik iş təcrübəsi olan unikal şirkətimiz var. Təkcə sizin investisiya və səhmlərinizlə məşğul olduğumuz üçün demirəm. Bizim əməkdaşlar bura başqa şirkətlərdən gəlib. Çoxlarını yaxşı maaş və vəzifədə sürətli yüksəliş vəd edərək bizim özümüz xahiş edib gətirmişik. Bizim nadir kollektivimiz var. Onu asanlıqla dağıtmaq olar, lakin yenidən bir yerə yığmaq olduqca çətin olacaq. Siz başa düşürsünüz ki, əməkdaşların 50%-ni, gələcəkdə isə 80%-ni işdən çıxartmaq nəticədə şirkətin ləğvi deməkdir. Başa düşürəm, ancaq bizim başqa yolumuz yoxdur. Astor kimi bir şirkəti saxlamaq üçün xeyli vəsait tələb olunur. Mən o qədər pul xərcləyə bilmərəm. Sadəcə olaraq mənim daha 80 milyon dollar artıq pulum olmayacaq. Bizə 80 milyon dollar lazım deyil. Qadın gülümsədi. Bu sadəcə şirkətin dövriyyəsidir. İllik dövriyyəsi. Əslində bizim əmək haqqı fondumuz 7 milyon dolları keçmir. Bu düşündüyünüz qədər də çox deyil. 300 nəfərə 7 milyon, Renat soruşdu. O halda belə çıxır ki, Astorun bir əməkdaşı mənə 20 min dollardan artıq məbləğə başa gəlir. Məncə Moskvadakı şirkətlərin heç birində bu cür maaş yoxdur. Siz düz hesablamırsınız. Papova mülayimliklə etiraz etdi. Mən illik əmək haqqı fondundan danışıram. Deməli, bir ildə adama 20 min dollar düşür, yaxud ayda 1700 dollar. Bunun üzərinə gəlir vergisini, pensiya fonduna köçürmələri, ezamiyyət xərclərini, müqavilə üzrə görülən işləri də gəlin. O halda Moskva kimi bir şəhərin şirkəti üçün o qədər də yüksək olan məbləğ alınmayacaq. Astor şirkətində orta əmək haqqı 800 dollara yaxındır. Moskva üçün elə də çox deyil. Hərçənd etiraf etməliyəm ki, bizdə bəzi aparıcı menecerlərin maaşı yüksəkdir. Mən özümü, mavinlərimi və katibənizi nəzərdə tuturam. Cənab Plavnik maaşını sizin mirasınızdan gələn faizlər hesabına alır. Buna görə də aylıq əmək haqqından imtina edib. İosif Borisoviç çox böyük iltifat göstərib. Şəripov özünü rişxənd etməkdən saxlaya bilmədi. Maaşdan imtina etməsəydi, yəqin ki, əmək haqqının məbləği 20 min yox, 30 min dollar olardı. Mənim bildiyimə görə bizim qiymətli vəkilimiz Moskvanın ən qiymətli mütəxəssislərindəndir. Belə bir cinas alınır, Yosif Borisoviç. Amma deyəsən mən haqlıyam. Mən yalnız öz vəzifəmi icra edirəm. Plavnik çiynini çəkdi. Əgər mənim çox böyük faiz aldığımı düşünürsünüzsə, başqa vəkillərin maaşları ilə maraqlana bilərsiniz. İnciməyin, Renat xahiş etdi. Mən sizin xətrinizə dəymək istəmirdim. İncimirəm, Yosif Borisoviç cavab verdi. Çünki fransız vəkillərə nisbətən nə qədər az qonorar aldığımı siz özünüz də bilirsiniz. Baxmayaraq ki, əsas işi mənim bürom görür. Təşəkkür edirəm, Renat başını tərpətdi. Mən bunu xatırlayıram. Gəlin iclasımızı bitirək. Mən artıq nə etmək lazım gəldiyini sizə dedim. İşdən çıxarılanların siyasını hazırlayın. Bu mümkün deyil, Papova dedi. Siz işimizin xüsusiyyətlərini tam anlamırsınız. Onsuz da bizdə 14 nəfər işçi çatışmır. Mən heç bilmirəm ki, kimdən başlayım. Mən desəm ki, sizin şirkəti ilin sonuna qədər tamamilə bağlaya bilərlər. Özünüzü daha yaxşı hiss edəcəksiniz. Renat yorğun halda dedi. Siz nə üçün həmişə sizin deyirsiniz? Nadejda Anatolyevna soruşdu. Doğrudan bu şirkətinizin taleyi sizi əsla narahat etmir. Plavnik köks ötürdü. Lakin heç nə demədi. O artıq anlamışdı ki, Şəripov bu şirkəti niyə görə mərhələ-mərhələ dağıdır. Şirkət daha ona lazım deyildi. Əmlakının yeni sahibi Voldemar Leroy isə Moskvaya heç gəlməyə də bilərdi. Narahat edir. Renat başını tərpətdi. Elə buna görə də adamları əvvəlcədən azad etmək istəyirəm ki, özlərinə yeni iş yeri axtara bilsinlər. Onların hamısına 3 aylıq əmək haqqı ödəyərsiniz. Mən özümdən başlayıram. Papova əsəbi halda yerindən qalxdı. Belə bir
şəraitdə işləyə bilmərəm. Mənə həvalə olunan iş üçün cavabdehlik daşıyıram. Şirkətə cəmi 50 ya da 100 əməkdaş qalsa, biz normal fəaliyyət göstərə bilməyəcəyik. Heç bir halda. Məni başa düşün. Siz də məni başa düşün. Bu qərarı verməyə məcburam. Üzr istəyirəm, lakin sizi buna məcbur edən səbəbləri anlaya bilmirəm. Nadejda Anatolyevna təmkinini güclə saxlayaraq dedi. Bildiyimə görə 2 milyard dollarlıq sərvətiniz var. Doğrudanmı sizin kimi bir adamın 7 milyon dollar xərcləməyə imkanı yoxdur? Mənə elə gəlir ki, siz vəziyyəti tam anlamırsınız. Biz səhmlərinizin qoyulduğu bütün şirkətlərin və sizin bütün aktivlərinizin gəlir gətirməsini təmin etmək üçün işləyirik. Siz təklikdə hər şeyə nəzarət edə bilməzsiniz. Hətta bir neçə yaxşı vəkil və köməkçi tutsanız belə bunu bacarmazsınız. Siyahını hazırlayın, Renat xahiş etdi. Belə olan halda mən istefa verməyə məcburam. Onu deməliyəm ki, mən belə bir şəraitdə öz vəzifəmdə qalmağı qətiyyən mümkün hesab etmirəm. Kabinetə xoşagəlməz bir sükut çöktü. Plavnik pəncərəyə tərəf baxır, sanki çarənin gəlişini gözləyirdi. Nəhayət qərar aldı ki, söhbətə müdaxilə etsin. Gəlin əsəbləşməyək və vəziyyəti anlamağa çalışaq. Yusif Borisoviç təklif etdi. Hörmətli Nadejda Anatolyevna, mən sizin məqsədə uyğun mövqeyinizi anlayıram və nə qədər haqlı olduğunuzu bilirəm. Lakin siz də Renat Ravilyeviçi başa düşməlisiniz. Axı o da şirkətini dağıtmaq istəmir. Ancaq belə görünür ki, bizim hələlik bilmədiyimiz səbəblərə əsaslanır. Ya da tam bildiyimiz səbəblərə. Mən belə fikirləşirəm ki, hələlik konkret bir qərar qəbul etmək lazım deyil. Kiyevə gedib sövdələşməni rəsmiləşdirmək, qaydandan sonra isə sakit şəraitdə şirkətin siyasına baxmaq lazımdır. Biz işçilərin hətta 10%-ni də ixtisar edə bilmərik. Hirsindən rəngi ağarmış Nadejda Anatolyevna dedi. Ştatlar şirdilməyib. Hər kəs öz yerindədir. Buna şübhə etmirəm. Yusif Borisoviç başını tərpətdi. Ancaq belə düşünürəm ki, bizim hörmətli başçımız adamları boş-boşuna küçəyə atmaq fikrində deyil. O, alicənablıq göstərərək işdən azad edilən hər bir əməkdaşa 3 aylıq maaşını ödəyəcək. Həmin müddət ərzində onlar özlərinə yeni iş yeri axtara bilərlər. Özlərinə iş tapsalar belə artıq şirkətin özü mövcud olmayacaq deyə Popova xatırlatdı. Axı, siz də bunu çox yaxşı başa düşürsünüz. Elə buna görə də məsləhət görürəm ki, tələsməyəsiniz. Plavnik mülayim tərzdə təklif etdi. Gəlin bir qədər gözləyək. Ola bilər ki, bir müddətdən sonra vəziyyət dəyişsin. Və söhbət şirkətin ümumiyyətlə ləğv edilməsindən getsin. Tamara özünü saxlaya bilməyib dedi. Siz nə danışırsınız, Yusif Borisoviç? Şirkəti necə ləğv etmək olar? Gəlir gətirən və belə böyük sərvətə nəzarət edən bir şirkəti bəs Renat Ravilyeviçin özü necə olacaq? Bunlarını bir neçə ayın içində talayacaqlar. Onun əmlakını kim idarə edəcək? Tamara vəkil katibəyə tərəf döndü. Yaxşı bilmədiyiniz işlərə qarışmayın. Hərçənd etiraf edirəm ki, belə işlər çox azdır. Lakin məhz indiki halda sizin susmağınız yaxşıdır. Mənim də susmağım yaxşıdırmı? Deyə Nadejda Anatolyevna məyus halda soruşdu. Sizin sakitləşməyiniz və düşünməyiniz yaxşıdır. Yusif Borisoviç məsləhət görürdü. Əyləşin və sakitləşməyə çalışın. Hər halda Renat Ravilyeviç adamları dərhal kütləvi şəkildə işdən çıxartmaq haqqında yox. Hələlik siyahıları hazırlamaq barəsində danışır. Mən sizi düzmü başa düşdüm, Renat Ravilyeviç? Amma dönüb Şəripova baxdı. Renat vəkilin dediklərini inkar etsəydi, böyük çətinlik qarşısında qala bilərdi. Onun sözlərini təsdiq etsəydi, məsələnin həllini bir neçə gün yaxud bir neçə həftə təxirə salmalı olacaqdı. Bəli, Renat çətinliklə dedi. Əlbəttə, siz məni düz başa düşdünüz.
Mən gələcəkdə qarşımızda duran məsələlər haqqında danışırdım. Plavnik razı halda başını tərpətdi. Nadejda Anatolievna həyəcanını gizlətmək üçün üzünü çevirdi. Bir küncdə oturmuş Tamara isə yenə özünü saxlaya bilmədi. Bax, bu başqa məsələ. Belə işlərdə heç vaxt tələsmək olmaz. Şirkəti dağıtmaq çox asandır. 3-cü fəslin sonu.